Həmişə hər şeyin düzgün tərəfini göstərirəm. Bu səfər də yanmış yer fındıqlarımı gördünüz. Bir elə yer fındığım heyf oldu. Amma nəysə, bu gün sizə bir resept verirəm. Diqqətlə yazın. Sağ ol deyəcəksiniz. Qabaqdan da gözəl çərşənbələr gəlir. Hazırlayacaqsınız. Uşaqlarınız bəhbəhlə yeyəcək. Deməli, bir boşqab ölçüsü un. Mən boşqab ölçüsü ilə götürdüm onu. 3 yumurtanın sarısı, bir qabartma, bir vanil, bir yarım stəkan pesok, 2 xörək qaşığı yarım 20%li xama, bir çimdik duz. İndi keçək aşamaya. Unun üzərinə 200 qram əridilmiş möcüzə yağını əlavə edib umaçalına gətirirsiniz. Sonra bu dediyim məhsulları əlavə edirsiniz və yumuşaq xəmir yoğurursunuz. Əgər xəmiri toparlaya bilməsəniz, azca süd əlavə edin. Dəzgaha yapışmayan, heç bir qaba yapışmayan yumuşaq xəmir əmələ gəlir. Kənarda qoz ləpəsi, fındıq ləpəsi, nə ləpəsi alın varsa əlinizin altına onu blenderdən çəkin. Blenderiniz yoxsa ət maşınından çəkin. İçinə bir paçka vanil əlavə edin. İstəkan ölçüsü ilə isə pesokunu əlavə edin. Məsələn, 2 stəkan ləpəniz çıxıb, 2 stəkan da pesok əlavə edin. Və həmən o yumurtanın ağını atmırdıq. Onu bax bu formada əlavə edirik ləpəyə. Çünki belə hazırlayanda mutakinin içində çox gözəl olur qızlar. Bu mutaki resepti parçalanan, oxalanan super peçeni resepti.